hər bir şəxsin şansı var. Sadəcə o şansı mən düşünürəm ki, dəyərləndirmək lazımdır. Əziyyət çəkmək lazımdır. İlk öncə əziyyət çəkmək lazımdır. İndiki vaxtda, məsəl üçün, mən düzgün ifadəm ola bilər, düzgün çıxmaya bilər. İndiki vaxtda mən gənclərimizin çoxsunu qınayıram. Niyə? Çünki gənc yaşlarında özlərinə hər hansı bir layihəni fikirləşmirlər. Yəni, boş yerlərə vaxtlarını sərf edirlər. Amma məsəl üçün, mən gənc vaxtı, deyək ki, 9-cu sinifi bitirmişəm, mükəmməl oxumadığım üçün 9-cu sinifdən bitirib peşə məktəbində oxumuşam. Və peşə məktəbində mən əziyyət çəkmişəm, oxumuşam, ustamın yanında dayanmışam, hər hansı bir çirkli paltar geyinmişəm, deyək ki, mazot, yağlı bir paltarla. Mən ustamın yanında ustalığı öyrənmişəm və düşünmüşəm ki, qarşıma məqsəd qoymuşam ki, yəni mən bu məqsədimə çatmalıyam. Bir neçə il bundan öncə, deyək ki, 10 il bundan öncə kimdəsə görüb istəyəcəyim şey indi mənim üçün xəyal deyil. Çünki mən indi ən azından istədiyim bir şeyi həyata keçirməyə nailəm. Çünki öz əziyyətimlə gəlmişəm, öz əziyyətimin bəhrəsini görmüşəm. Mən kiminsə dəstəyi ilə yox, heç bir kəsin dəstəyi ilə mən bu sadəcə istedadım, Allah Təala mənə verdiyi istedad və bacarıq və əzmkarlıq ki, yəni mən bu işi bacarmalıyam, bu işi görməliyəm. Gənclərimizə bəli, məsəl üçün, mən yetərincə elan veririk. Məsələn, elan yerləşdiririk ki, işçi üçün. İnandırım sizə elə gənclər gəlir ki, mən məsəl üçün, belə deyək də, utanıram onlarla danışmağa. Yəni, qarşılarındakı insanı bir başqa cür görürlər, pul kimi görürlər ki, necəm iş olaraq, məsələn, mən burada özümü sınayım, hansı bir sahəni öyrənim, mükəmməl bir insan olum, gedim sabah o sahəni mən istifadə edeyim, pul qazanım, yəni o olaraq yox. Məsələn, mən öz həyat hekayəmi kiməsə danışanda, yeni gələn işçiyə danışanda, onun üçün nağıl, özündə nağıl düşünür ki, yəni bu nağıl danışır. Amma həqiqətən elə deyil, yəni mən reallığı danışıram. İstəyir ki, bax, əziyyət çəkməlisən. Əgər bu günlərim istədiyin maşını sürmək istəyirsənsə, əziyyət çəkməlisən. Bu günlərim istədiyin bir məkanda gedib əyləşmək istəyirsən, əziyyət çəkməlisən. Yəni onu sən asan əldə edə bilmərsən. Yəni açıq danışım, mən oxumayan bir insan, yəni hal-hazırda belə deyək, müəyyən bir təbəqədə istədiklərimi həyata keçirə bilirəm.